Bakıda Toyçarvanında zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində ümumilikdə 6 avtomobil bir-biri ilə toqquşub. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə Toyçarvanında hərəkət edən avtomobillərdən birinin qəfil dayanması və ya sürətini kəskin azaltması arxadan gələn nəqliyyat vasitələrinin məsafəni düzgün saxlamaması ilə nəticələnib. Bu isə zəncirvari qəzanın baş verməsinə səbəb olub. Toqquşma zamanı avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə yerinə dərhal yol polis əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin qismən məhdudlaşdırılması təmin edilib. Qəza səbəbindən yolda qısa müddətli tıxac yaranıb. Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. İlkin məlumatlara əsasən hadisə zamanı xəsarət alanlar olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Dilbər Vüqar qızı, Bölgə TV.